Salam dostlar, xoş gördük sizləri. Deməli, bugün ədədi silsilə mövzusundan bir sualın həllinə baxacaq. ABC ədədi silsilənin ardıcıl hədləri olarsa, A kvadrat plus C kvadrat çıxılsın 4B kvadrat bölünsün 2AC ifadəsinin qiymətini tapın. Ədədi silsilə olduğu üçün bu ədədlər, onda ədədi silsilənin xassəsinə əsasən B bərabər olmalıdır. Özündən əvvəlki hədd ilə sonraki həddin cəminin yarısı. Yəni A plus C böl 2. Buradan alarıq ki, A plus C bərabərdir 2B-yə. Bunda bu ifadəni bir qədər üzərində sadələşdirmə edirik. Yazırıq A kvadrat plus C kvadratı çıxılsın 4B kvadratı bölünsün 2AC. A plus C kvadratına müxtəsər vurma düsturlarından köməkçi düstur tətbiq etsək, bunda alarıq ki, A plus C-nin kvadratı çıx 2AC minus 4B-nin kvadratı bölünsün 2AC bərabərdir. A plus C-nin yerinə 2B yazsaq, onda alarıq ki, 2B-nin kvadratı çıx 2AC çıx 4B kvadratı bölünsün 2AC-yə. 2B kvadratı elə 4B kvadrat edəcək, onda bu ifadələr islah olar. Alarıq, mənfi 2AC bölünsün müsbət 2AC, burada isə mənfi 1-ə bərabər olacaq.